öğrenecek. Eğer leksikon deyiriksə əgər, burada sözlər var. Dildə nə qədər söz var dilimizdə? Belki 10 bin, 20 bin, 50 bin, yəni çox söz var da dildə. O sözlərin cəminə dilin leksikası deyilir və yaxud da dilin lüğət tərkibi deyilir. Dildə olan sözlərin deməli iki dənə mənası olur. Dilimizdə olan sözlərin iki mənası olur. Bir, leksik mənası olur. İki, gramatik mənası olur. Bəli. Gramatik mənası olur. İndi biz bunları necə biləcəyik ki, leksik məna nədir, gramatik məna nədir? Bunların ayrıca olaraq izahına baxaq. Bir, leksik məna. Sözün leksik mənası onun birbaşa ifadə etdiyi mənadır. Bu nedir? Bunu biraz açıqlayaq, birbaşa deyəndə. Yəni söz deyilərkən, əgər bizim ağlımızda nəyəsə bir izah canlanırsa, o deyilən söz üçün. Deməli, o sözün leksik mənası var. Yox, söz deyilərkən, əgər biz heç bir anlayışı dərk edə bilmirik, gözümüz önünə getirə bilmiriksə əgər, deməli, o sözün leksik mənası yoxdur. Dildə olan sözlərin hamısının leksik mənası yoxdur. Amma dildə olan sözlərin hamısının qrammatik mənası var. Qrammatik mənanı birazdan izah edək. Bəs leksik mənanı necə izah edərlər? Məsələn, deyək ki, bir sözün mənasını qarşı tərəfə, qarşımızda olan adama necə izah edərik? Ona baxaq. İzah etmə yolları. Buraya yazaq ki, izah etmə, yəni sözün leksik mənasını izah etmə yolları. A. Birbaşa məna. Birbaşa məna. Yəni ki, birbaşa leksik mənanı deyərik. Qələm sözünün leksik mənasını izah etmək istəyirik. Birbaşa deyərik ki, yazı yazmaq üçün nəzərdə tutulan bir əşya. Yəni, birbaşa nə dedim? Birbaşa mən o sözün leksik mənasını izah elədim, çatdırdım qarşı tərəfə. İkincisi, B. Sinonim və antonim seçmək. Sinonim və antonim seçmək. Bu belə də deyə bilərik də buna ki, yaxın mənalı, əks mənalı söz seçmək kimi də yanaşa bilərik bu məsələyə. Deməli, sinonim əgər varsa, deyirik sinonimini. Məsələn, qələm sözü üçün nə deyəcək ki, sinonim? Amma qaçmaq sözü üçün deyə bilərik ki, yürümək. Yəni, sinonimi tapa edir. Bu sinonim və antonim bütün sözlərə aid deyil. Yəni, bu yoldan biz bütün sözlər üçün istifadə edə bilmərik yol. Amma birinci birbaşa mənanı demək, bütün sözlərə leksik mənası varsa birbaşa mənanı demək olur. Bütün sözlərə aid yazdığımız. Amma sinonim və antonim, bəzi sözlər məsələn antonim yoxdur və yaxud da sinonim yoxdur, ona görə alınmayacaq bu ikinci metod. Üçüncü metodumuz. C. Yazaq ki, hissələrə, sözü hissələrə bölmək. Sözü hissələrə bölmək. Hissələrə bölmək. Burada yazaq ki, mötərizədə düzəltmə və mürəkkəb sözlər. Yəni, sadə sözlər hissələrə bölünür. Düzəltmə və mürəkkəb sözlər. Məsələn, uca boy sözünü izah etmək çalışıram. Uca boy sözünü. İki dənə sözdən ibarətdir də, deməli, uca boy. Bunu nə edəcəm? Birbaşa mənasını deyə bilərəm. Ondan sonra hissələrə də bölə bilərəm mən bu sözü. Hissələrə böləndə uca sözünü ayrı izah edəcəm. Uca sözü hündürlük mənası, hündür deməkdir. Boy sözü də uzunluq, hündürlük mənasını ifadə edir də. Uca yüksəklik mənasını edir. Deməli, ümumilikdə ikisini birləşdirirəm birlikdə və mənasını deyirəm ki, hündür boylu mənası verir. Hündür, boyu yüksək olan mənası verir uca boy sözü. Deməli, necə, hansı yolda istifadə elədim? Hissələrə böldüm, izah edim. İndi bu mürəkkəb söz oldu da, bir dənə də dəmirçi sözü yazaq. Düzəltmə söz. Deməli, hissələrə bölürəm bunu. Dəmir metalın adıdır. Ki isə həmin metal ilə məşğul olan adam, sənət. Yəni, dəmir işi ilə məşğul olan bir insan anlayışına gəlir dəmirçi sözü. Sənət. Dəmirçi sənət. Necə elədim mən bunu, necə izah elədim? Hissələrə böldüm, izah elədim sözün.
mənası. Burada qeyd elədiklərimiz 1, 2, 3 dənə yazmışıq. Mən burada sinonim və antonimi ikisini bir sırada yazmışam. Bunlar siz ayrı-ayrı görə bilərsiniz. Mən ikisini bir yazmışam. 3 metodla biz sözün leksik mənasını izah edirik. Ondan sonra keçirik. Belə bir leksik mənasında belə bir şey çıxa bilər ki, sözün leksik mənasını izah etmək üçün bütün metodlardan istifadə etmək olar. Bir sözün leksik mənasını izah etmək üçün bütün metodlardan istifadə etmək olar. Bu səhv cavab olacaq. Ona görə ki, mən qeyd etdiyim kimi, sinonim və antonim tapmaya bilərik bəzi sözlər üçün. Və bu baxımdan bütün metodlar mənim üçün keçərli olmaz. Və yaxud da sadə söz olar, sadə sözü hissəyə bölə bilməyəcəm. Deməli, o axırıncı metodun işə yarayacaq. Bəs həmişə hansı metodun işə yarayacaq? Birinci, birbaşa mənanı aldı yazılır. Birbaşa mənanı qarşı tərəfə ötürmək. Bu oldu sözün leksik mənasını izah etmə yolları və yaxud da ki, sözün leksik mənası. Keçdik sözün qrammatik mənasını. Qrammatik məna nədir? Ona baxaq. Qrammatik məna deyərkən aşağıdakılar nəzərdə tutulur. A. Sözün sualı. Sözün sualı. B. Sözün hansı nitq hissəsi olmalı? Hansı nitq hissəsi olmalı? C. Nitq hissəsi kimi xüsusiyyətlər. Nitq hissəsi kimi xüsusiyyətlər. Sonra tek izahları var. Ondan sonra D. Hansı cümle özü olmalı? Sözün hansı cümle özü olmalı? Cümle özü olmalı. Burada qeyd edilənlərimiz sözün qrammatik mənasıdır. Yəni deyir ki, kitab sözünün qrammatik mənasını göstərir. Məsələn, hansı kitab olsun, qeyri bir söz olsun. Kitab sözünün, onda mən qrammatik mənanın nə olduğunu bilməliyəm ki, mən qrammatik mənasını seçə bilim. Deməli, sözün sualı. Variantlara belə yazıb ki, nə sualına cavab verir. Deməli, qrammatik mənası da onun. Və sözün hansı nitq hissəsi olmalı? Nə sualı burada? İsim burada. Yəni, belə deyək də qısacası, qrammatikaya aid olan qaydaları sayırsınız. Yəni, burada götürürsünüz, onda olur düz cavab. Ondan sonra, əgər cümlə üzvü olmalı isə cümlə daxilində bilinər. Yəni, siz bilinər ki, kitab sözü hansı cümlə üzvü. Cümlə yox da buradakı hansı cümlə üzvü götürür. Yəni, sözün qrammatik mənası deyərkən aşağıdakılar nəzərdə tutulur? Sözün sualı, sözün hansı nitq hissəsi olmalı, sözün nitq hissəsi kimi xüsusiyyətləri. Xüsusiyyətlər nədir? Məsələn, kitab sözü adlı haldadır, kitab sözü təkdədir, kitab sözü konkretdir, kitab sözü ümumidir. Yəni, bunları sayıram, deməli, ismi aid olan xüsusiyyətləri sayında, deməli, qrammatik mənalarını saymış olurum mən. Və sözün hansı cümlə özü olmalıdır? O da cümlə daxilidir. Bu da qrammatik məna. İndi, sonra deməli, baxaq ki, hansı nitq hissələrində qrammatik məna olur, hansı nitq hissələrində leksik məna olur. Deməli, leksik məna əsas nitq hissələrində olur. Əsas nitq hissələrində. Qrammatik məna isə hər iki, yəni nitq hissəli növ var da, əsas və kömək. Hər ikisində olur. Əsas nitq hissələri və köməkçi nitq hissələri. Bu ona görə yazılır ki, məsələn, çıxdı qabağımıza bir dənə 3-ün, bir dənə 2 bağlayıcı çıxdı qabağımıza. Necə mən o leksik mənasını başa saldım ki? Yoxdur axı mənası leksik mənası. Yəni söz deyilərkən ağlımıza nə bir izah canlanmırsa o söz haqqında, o sözün leksik mənası yoxdur demək.
Deməli, bu izah elədiyimiz oldu sözün leksik və qrammatik mənası. Keçək indi növbəti izaha. Növbəti izahımız olsun amonimlər haqqında. Daha doğrusu amonimlər yox, tək mənalı və çox mənalı sözlər haqqında baxaq. Deməli, tək mənalı və çox mənalı sözlər. Yalnız bir mənası olan sözlərə tək mənalı, bu rahat bir şeydir. Birdən çox mənası olan sözlərə çox mənalı söz deyilir. Bizim bununla işimiz yoxdur. Bəs biz çox mənalı necə götürəcəyik? Çox mənalı qaydası bilir ki, əgər sözün məcazi mənası varsa, o çox mənalıdır. Əgər sözün məcazi mənası varsa, o söz çox mənalıdır. Əgər sözün məcazi mənası varsa və yaxud da işlədə biliriksə, o söz çox mənalı söz adlanır. Çox mənalı 3 nitq hissəsində olur. Yəni məcazilik 3 nitq hissəsində olduğu üçün çox mənalılıq da 3 nitq hissəsində özünü göstərir. 1. İsim, isimlərdə çox mənalı ola bilir. 2. Sifət və 3-cüsü feillərdə. Feillərin deməli 90%, yəni yaradan çox hissəsi çox mənalı, yəni sadə feillərin çox hissəsi çox mənalı ola bilir və yaxud da ki, məcazi məna daşıya bilir feillər. Belə deyək də, biz testdə çıxıb qabağımıza məcazi mənalı və yaxud da çox mənalı söz tapmaq istəyirik, axtarırıq. Deməli, feilləri, sadə feillər varsa, sadə feilləri götürməyimiz daha məqsəd olur. Yəni, deyək ki, məsələn, tərəddüd edirik, tapa bilirik. Feillərə üstünlük verməmiz yaxşı olar o testin cavabını tapmağa görə. Ondan sonra çox mənalı sözlərin digər qaydalarına baxaq indi. Digər qaydalarına baxaq. Çox mənalı sözlərdə məna tərəfləri olur. Məna tərəfləri olur. Məsələn, deyirik ki, getmək sözü. Getmək. Getmək sözü bir dəfə olsun ki, yol getmək. Yol getmək. Bu olacaq həqiqi. Bir dəfə də olacaq ki, fikrə getmək. Fikrə getmək. Burada olacaq məcazi. Məcazi məna. Yəni getmək sözü. Və belə olan halda getmək sözünün neçə dənə mənası var? 2 dənə mənası var. Həqiqi mənası və məcazi mənası. Buna görə biz deyirik buna çox mənalı söz. Və ən vacibi amonimlərin fərqini deyəcək, birazdan izah edəcəm. Çox mənalı sözlərin məna tərəfləri deyəndə bunlar nəzərdə tutulur. Məsələn, yol getmək, fikrə getmək, hərsi bir tərəf sayılırlar. Bu yazaq buna 1, bu da 2. Çox mənalı sözlərin məna tərəfləri eyni nitq hissəsi olur. Məsələn, yol getməkdə getmək sözü feildir. Ondan sonra fikrə getməkdə də getmək sözü yenə də feildir. Belə bir cavab var ki, çox mənalı sözlərin məna tərəfləri hər zaman eyni nitq hissəsi olmalıdır. Və mütləq tərəflərdən biri məcazilik xüsusiyyəti daşımalıdır. Amonimlərdə bu yoxdur. Amonimlərdə tərəflər hər ikisi həqiqi olmalıdır. Amonimlərdə tərəflərdən eyni ola bilər nitq hissəsi baxımından. Fərqli də ola bilər, məsələn, isim feil də ola bilər. İndi isə silək bunu. Çox mənalı sözlərlə bağlı yenə də davam edək. Çox mənalı sözlərlə tərəflər arasında məna bağlılığı olur. Tərəflər arasında məna bağlılığı olur. Olur.